Peşəkar Futbol Liqasının Media və Marketing Departamentinin direktoru Sənan Abdullayev təqdim edəcək çox önəmli futbolçudur. Pablo Alves İmişli üçün düzdür, o bugün ilk dəqiqələrdən meydanda olmayacaq. Baş məşqçi Fərid Namazov onu ehtiyatda saxlayıb, amma çox önəmli futbolçudur. İmişli Qəbələ görüşü başladı. Uğurlar hər iki komandaya. Əlində ötürmə olacaq uzaq direyə. Ötürmə gəldi, baş zərbəsi. Müdafiəçiyə idi, təhlükə davam edir. Olvasen Timilehin, Olvasen zərbəyə imkan axtarır. Olvasen yıxıldı, penaltı. Penaltı göstərdi Elvin Bayramov. Əla başlanğıc. Elvin Bayramov penaltı göstərdi. Qəbələnin futbolçuları etiraz edirlər. Səlaid Axayev yaxınlaşdı hakimə. Elvin Yunuszadə qərardan narazıdır. İşarə verildi. Elmir Rəhimzadə. Elmir topa yaxınlaşır. Elmir Rəhimzadə top qapıdadır. Gol! İmişli hesabı açdı. Elmir Rəhimzadə. Qəbələ bu mövsüm 5-ci dəfə qol buraxır. İmişlidə azarkeşdə ayaq üstədir. Damadayev qarşılayır. Olvasen əla döndü. Olvasen'in zərbəsi. Top az fərqlə yandan keçdi. Olvasen Timilehin bunu çox yaxşı bacarır. Abdullah Şuaybu. Zərbə indir, qüvvətli zərbə. Sinenka çıxartdı. Rəhim Osman'dan dəstəyi var. Rəhim Osman cərmə meydançasındadır. Mərkəz ötürmə. Son anda blokladılar. Zərbə davam edir. Təhlükə davam edir. Boş qapıdan topu çıxartdılar. Mehdi Tahirov. Qapıya zərbə. Tapıtını. Bu nə qol vəziyyəti. Təkrar zərbə. Rəhim Osman çərçivəyə düşmədi. İmişli ikinci qolu vurmağa çox yaxınlaşdı. Şahin Şahniyarov meydandan çıxaracaq Kaxabir Çadacı. Şuaybu Elşad Tağıyev. Elşadın zərbəsi Sinenka. Yenə yaxşı mövqe seçib Belaruslu qapçı. Vüsalın ötürməsi, Seyxanın baş zərbəsi. Çox təhlükəli vəziyyət Qəbələ qapısında. Ötürmə gəldi uzaq direyə. Elvinin zərbəsi boş qapıdan çıxartdı Rəhim Osman. Nicatın zərbəsi bu dəfə blokladı müdafiə. Emil. Seyxan Fərəzov topu ondan aldı. Seyxanın zərbəsi Səlaid çətinliyi ilə qaytardı. Qüvvətli zərbə idi. Top üstünə gəlsə də Səlaid çətinliyi ilə topu qaytardı. İdris İnqilablı. Abbasın hərəkəti istiqamətini ötürmə. Abbas cərmə meydançasındadır. Abbas Ağazadə. Abbas qapıya zərbə vurur. Səlaid qaytardı. Hücum davam edir. Vüsal Qəmbərov. Vüsal zərbə indirə biləcəkmi? Xeyr, indirə bilmədi. Növbəti qol vəziyyəti yaratdı. Rəhim Osman topu uzaqlaşdırır. Və maç bitdi. Qəbələ mövsümdə ilk məğlubiyyətini İmişlidə yaşadı. İmişli lideri məğlub etdi və turnir cədvəlində karvanı keçərək ikinci pilliyə yüksəldi. İnanılmaz bir maç keçirdi İmişli.